Hüquq müdafiəçiləri son 4 ayda 17 nəfərin siyasi səbəblərlə həbs edildiyini, siyasi məhbus sayılan şəxslərin sayının 400-ə yaxınlaşdığını deyir. Əfv komissiyasının üzvü emosional qiymətləndirmə yox, faktlara əsaslanmağı məsləhət görür. Müxalif partiya sədri isə həmçinin Qərbi qınayır. Qərb dövlətləri və qurumlarının bu məsələdə Azərbaycan hökumətinə təsir eləmə imkanları varmı? Siyasi məhbus hesab edilən şəxslərlə bağlı hansı addımlar atıla bilər? ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü Cin Şehin Azərbaycanda həbsdə haqsız saxlanan, o cümlədən onun ölkəsi ilə əlaqələri olan şəxsləri azad eləməyə çağırıb. O bunu ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin tərkib hissəsi kimi görmək istədiyini deyib. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, Azərbaycanda siyasi məhbus sayının artan xəttlə davam eləməsi məsələsi Qərbdə müəyyən dairələrdə müzakirə edilsə də, dövlət başçıları səviyyəsində nə Avropa İttifaqında, nə də ABŞ-da bu məsələ müzakirə mövzusudur. Deyir, əslində həbsləri durdurmaq üçün Qərbin uçaqları həmişə var, lakin hazırki enerji maraqları, geosiyasi proseslərə görə indi insan haqları Qərb üçün prioritet deyil. İctimai rəyin baskısını yarada bilərlər Azərbaycanın repressiv hakimiyyətinə. Təsəvvür eləyin ki, Azərbaycan rəhbərliyi ilə görüşən Avropa liderlərinin hamısı görüşün sonundakı mətbuat konfransında bildirirlər ki, onlar İlham Əliyevlə insan hüquqları və demokratiya mövzusunu həbsdə olan ictimai siyasi fəallarla bağlı müzakirələr apardılar. Məsələn, bunun təkcə legallaşdırılması, şəffaflıq şəraitində müzakirəsi Azərbaycan hakimiyyətinin üzərində çox ciddi bir baskı gətirə bilər. Avropa mətbuatı, ABŞ-ın da mətbuatı burada olmaqla daha intensiv şəkildə mövzunu diqqətdə saxlaya bilərlər. Və elə vəziyyət yaratmaq olar ki, Azərbaycan hakimiyyəti özünü diskomfortda hiss eləsin bu repressiyalara görə. Vaxtilə həmin o qaza görə, neftə görə Rusiyanın bütün elədiklərinə göz yumulub və nəticədə də Ukraynaya qarşı savaş başlandı. İndi analoji tərəf miqyas başqa cür olsa da Azərbaycana münasibətdə edilir. Bu ilin sentyabrında Prezident Əliyevlə Avropa Şurasının baş katibi Alan Bers Vaşinqtonda görüşdü. Amma insan hüquq və azadlıqları, siyasi həbslər məsələsinə toxunulub-toxunulmadığı açıqlanmadı. Bers X platformasındakı açıqlamasında Cənubi Qafqazda sülh və sabitliyin qarşılıqlı məqsəd olduğunu deyib. İndiyədək ABŞ rəsmiləri Azərbaycanla əməkdaşlığın 3 istiqamətini vurğulayırdılar: təhlükəsizlik, enerji və insan haqları. Amma ekspertlər deyir ki, Trump administrasiyası dövründə Vaşinqtonun Azərbaycanla təmaslarında daha öncəki administrasiyanın önə çəkdiyi ifadə azadlığı, insan haqları məsələsi çatışmır. Əfv komissiyasının üzvü Əlməmməd Nuriyev isə nə siyasi məhbus ifadəsini qəbul edir, nə də Qərb dövlətlərinin enerji məsələlərinə görə insan haqlarının durumuna göz yumması fikrini. Bir qədər emosional səslənir. Qərb ölkələrin Azərbaycanla münasibətlərində enerji təhlükəsizliyi, regional sabitlik və insan hüquqları sahələri paralel şəkildə yer alır. Son illərdə dialoqlar daha çox praqmatik şəkildə qurulur. Əlbəttə bu insan hüquqlarının unudulması demək deyil. Azərbaycan hüquq sistemi hər bir həbsi konkret cinayət tərkibi və məhkəmə qərarı əsasında qiymətləndirir. Və qeyd etməliyəm ki, siyasi məhbus anlayışı ümumiyyətlə hüquqi kateqoriya deyil. Bu barədə beynəlxalq hüquqda və milli qanunvericiliyə hər hansı bir rəsmi sənəd yoxdur. Əfv məsələlərinə gəldikcə deməliyəm ki, bu sırf humanist fərdi xarakter daşıyır və prezident müstəsna konstitusiya səlahiyyətidir. Əfv komissiyasına müraciət yalnız məhkumun özü ailəsi vəkili tərəfindən edilir. Beynəlxalq İnsan Haqları Təşkilatları davamlı olaraq Azərbaycan rəhbərliyini ölkədəki azad səsləri boğmaqda, siyasi həbslərdə ittiham edirlər. Beynəlxalq təşkilat olan Freedom House-un hesabatında Azərbaycan 60 baldan 7-sini alaraq azad olmayan ölkələr sırasındadır. Ötən ildən 2 balda geriləyib. Azərbaycan hökuməti bu tip qiymətləndirməni qəbul eləmir.